hansında olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 30-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 50-55% təşkil edəcək. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 33-38 dərəcə isti. Dağlarda gecə 13-18 dərəcə, gündüz 23-28 dərəcə, bəzi yerlərdə 32 dərəcə isti olacaq.